Qumrunu məcbur eləyə bilmərəm axı. Bəlkə o özü Qumrunun ürəyini ələ almağı bacarar. Axmaq. Axı niyə hər yerə burnunu soxur? Ah, Ulduz. Elədiyim bu qədər günahın cəzasını alacaqsan. Varlı bir ailədən sənə elçi gəlsə, onda nə edərsən? Xüsusilə də kasıb ailədən çıxan bir qız üçün. Bir gün mütləq sənin sevgini qazanacağım. Bu qədər sözü itə desəydim, it başa düşərdi. Hey, biraz yavaş ol. Mən heç kimə heç nə deməyəcəm. Bir kəlmə də sizə yalvarıram. Əgər bu dəqiqə içəri girməsən, əl ayağını vurub sındıracağım. Mən gedirəm. Xahiş edirəm. Bu dəfə məni qaytarmayın. Həmişə sənin qərarına hörmət eləmişəm. Ləşər! Fərhad səni axı niyə burada saxlayır? O heç də məni saxlamır. Mən burada öz istəyimlə qalıram. Pulun nəyə qadir olduğunu çox yaxşı bilirsən. Hə, düzdür. Niyə onun hamilə olduğunu mənə demədiniz? O hamilədir. Hə? Hə, o axmaq yaman imiş. Bəslən yaxşı onu cəzalandırmadınız. Əbrarın mənə hələ çox xeyri dəyəcək. Yox, yazığın gəlməsin. Ona yazığın gəlməsin. O buna layiq iş gördü. Hey! Cəfər!